İmam Səccad əleyhissalam Ramazan ayı daxil olanda bu duanı oxuyardı. İnşallah biz də bu günləri mütləq bu duanı oxuyaq. Deyir, İlahi, bu ayın orucu vasitəsilə bizə kömək et ki, bədən üzvlərimizi sənə qarşı günahlardan qoruyaq və onları sənin razılığını qazandıran işlərdə işlədək. Qulaqlarımızla boş və mənasız sözlərə qulaq asmayaq. Gözlərimizlə faydasız şeylərə baxmağa tələsməyək. Əllərimizi harama uzatmayaq. Ayaqlarımızı qadağan etdiyin yerlərə yönətməyək. Qarınlarımız yalnız sənin halal etdiyini qəbul etsin. Dillərimiz yalnız sənin xəbər verdiyin və bəyan etdiyin sözləri desin. Yalnız sənin mükafatına yaxınlaşdıran şeylər üçün zəhmət çəkək və yalnız sənin əzabından qoruyan əməlləri yerinə yetirək. İlahi, amin.